İbn Qayyim rahimehullah gözəl bir fayda gətirir. Hansı ki İbn Qayyim rahimehullahın faydaları həqiqətən insana çox təsir edir. Çox gözəl hər bir məqamda insanın həyatına, imanına təsir edən gözəl faydalar gətirir. Və buyurur ki, min a'cebil əşya ən ta'rifə rabbək thumma la tuhibbu. Deyir, ən təəccüblü hallardan birisi də odur ki, bir insan Rəbbini tanıyır və onu sevmir. Və ən təsmə'ə da'ihi thumma tətəəxxaru anil icabə. Və deyir, onun çağırışını eşidir. Yəni Allah Subhanahu wa Taala Quran-ı Kərimdə bizlərə hər zaman çağırış edir. Ey qullarım, namaz qılın, ibadət edin. Deyir, təəccüb edirik ki, ən təəccüblü haldır ki, insan onları eşidir və Rəbbini sevdiyini iddia edir və Rəbbini tanıdığını iddia edir, ancaq onların heç birinə məhəl qoymur. Onları əməl etmir. Deyir, bundan təəccüblü heç nə yoxdur. Və insanların çoxuna soruşsan ki, ey filan kəs, bəs Allaha inanırsanmı? Deyəcək, Allaha inanıram, qurban olun. Və insanlar, Allahı sevirəm. Allaha, yəni görürsən ki, insanın içində dilinə gətirir o sözü. Ancaq ki, görürsən, heç bir ibadət etmir. Bu necə sevgi ola bilər, möhtərəm qardaşlar? Bir çox insanların halıdır ki, Allahı sevdiyini iddia edir və Allah Subhanahu wa Ta'ala'nın kəlamlarını eşidir və onlara məhəl qoymur. Və deyir, bu təəccüblü bir haldır.